evdən qaçmışdım, o qədər döyülürdüm. Qonşuya qaçmışam ki, məni indi evdə kilitləsinlər, verməsinlər. Səhəri günü bir də baxdım əlimdən tutdular. Yalvardım məni aparın. Aparmayın, o məni döyəcək. Daha da evdən qaçdığım üçün məni daha da döyəcək. Dayım dedi, yox, üzr istədi. Dedim, o məni o qədər döyüb, onun əli alışıb, o məni öldürəcək. Ana tərəfim görürdü döyüldüyümü, qonşu olduqları üçün onların yanında belə döyürdülər. Boşandım, mənim dayım dedi ki, niyə boşandın? İnsan ölərdə yoldaşın yanında ölər. Mənim dayımın yoldaşı, mən dedim, evdən qaçmışdım. Gəldi mənə dedi ki, sən əgər buradan yoldaşın evinə dönməsən, mənim qızımı heç kim almayacaq. Onlar zərər görməsin deyə mənim döyülməmə göz yumurdular. Bu cəmiyyəti idarə edən ən güclü dogmalardan biri ondan ibarətdir ki, biz öz övladlarımıza sahib çıxmamağı daha çox seçə bilərik, nəinki cəmiyyətdə avtoritet itirməyə. Qız övladım varsa, ailə həyatı qurandan sonra davamlı şəkildə şiddətə, zorakılıqla üzləşirsə, mən bir valideyn olaraq artıq ona sahib çıxmağı dayandırıram. Baxmayaraq ki, o məndən kömək istəyə bilər, dəstək istəyə bilər. Mən sanki özümə bir eynək taxmağa başlayıram ki, bunu sanki mən görmürəm, eşitmirəm, bunu normal qəbul edirəm ki, mənim övladımı başqa bir yerdə zorakılıq göstərsinlər. Kimsə bizim beynimizə bu toksit proqramı yeridib ki, sən ailə qurursansa, sən heç vaxt boşana bilməzsən, sən heç vaxt oradan ayrıla bilməzsən, sən ancaq kəfənlə həmin o ailə qurduğun ailədən çıxa bilərsən. Bu yeridilmiş, əsrlərlə bizi idarə edən mədəni kod nə qədər zorakılıqlara, nə qədər şiddətlərə öz dəstəyini göstərdi. Avtoriteti qaldırma istəyi o qədər mənim üçün çox güclüdür ki, mənim qızımın həyatının itirilməsini də belə mən gözə almağa hazıram. Məndən cəmiyyətin təkamülünə baryer olan ən güclü məsələlərdən biri onu idarə edən dogmalardır. Harda ki, bu bizə sanki bir alqoritm kimi standart olaraq bizim beynimizə yeridilir və biz bunu sorğulamadan həmin o standart alqoritm üzrə həyatımızı qururuq. Sağlam sevgi şiddətə dözmür. Heç bir sağlam sevgi şiddəti dəstəkləmir.